Salam əziz izləyicilər. Bu gördüyünüz petuq mərasimidir. Demək bir dənə petuq spit olub, dünyasını dəyişib, ədyala büküblər, qoyublar həyətdə. Heç kim, heç bir qəbristanlıq bunları qəbul eləməyib. İndi Allah bilir harda bastıracaqlar it ölüsü kimi. Mən ona görə sizə deyirəm ki, həyatınızı göt kimi yaşamayın, kişi kimi yaşayın. Bu dünyada gene bir götünüzü verip pul kazanırsınız. Vay obursu dünyanın halına. Obursu dünyada inkir size əlengə sokacaq. Bunlar zəng eləyiblər polisə. Polisə deyiblər ki, bizə heç bir qəbristanlıq mənim ölümü qəbul eləmir. Axı bu göt işlərinə polis baxır Azərbaycanda. Nəysə, göt qalıb ortada. Ay cəmaət, ay götə dəstəkçi olanlar, həyatınızda bir dənə yer verir. O götə yaxşı pul alanlar, maşın alanlar, hardasınız? O yazıq vaxtı ilə axı sizə çoxu, necə deyərlər, keyf verib, kayf verib. Onun üçün bir dənə heç olmasa o ən bahalı restoranın qabağında, işlətdiyimiz mərkəzlərin qabağında bir dənə yer verir. Onu bastırsınlar, yazıqdır.